Məktəbli dostlar və mən izləyən valideynlər bugün səhifə 55-də olan tapşırıqlar 55 və 56-da olan tapşırığı izah edəcəm. Düşün və cavab ver. Şəkillərə əsasən Gottlieb Daimlerin ilk avtomobili ilə müasir tipli Mercedes avtomobilini müqayisə edin. 15 il ərzində avtomobil konstruksiyasında hansı dəyişikliklər baş verdi? Gəlin baxaq Gottlieb Daimler və Mercedes avtomobilini. Gəlin baxaq. Aha. Deməli, bu Gottlieb Daimler'in yaratdığı avtomobildir. Burada isə biz müasir tipli Mercedes avtomobilini görürük. Deməli, baxın, təkərlər olduqca nazikdir. Daimler'in arabasında. Müasir tipli Mercedes'də isə təkərlər biraz qalınlaşıb. Daha sonra əvvəl fikir verirsinizsə, həm də təkərlər böyükdü, amma müasir Mercedes'də isə təkərlər kiçilib, balacalaşıb. Daha sonra görürsünüz, burada avtomobil xüsusi olaraq sanki açıqdır, amma burada artıq bir balaca yığcamlaşıb, qapalı olub. Daha sonra baxın, ön tərəfinə işıqlar əlavə olunub Mercedes'də. Sonra baxın, Daimler'in yaratdığı nəqliyyat maşın biraz hündürdür. Müasir tipli avtomobil isə biraz yığcamdır. Yəni balacadır. Burada sükanı olduğunu görürük. Müasir tipli avtomobildə. Gottlieb Daimler'də isə bu yoxdur. Daha sonra mətndən avtomobillərin inkişafı ilə bağlı ən vacib məqamları qeyd edin. Yəni, avtomobillərin inkişafında hansı vacib inkişaflar, dəyişikliklər oldu? Yəni, sual bu tiplidir. Deməli, ilk olaraq deyə bilərik ki, buxar mühərriklərinin yaranması birinci vacib məqamı idi inkişafda. Daxili yanma mühərrikin yaranması ikinci vacib məqamı idi. Qaz mühərriki ilə işləyən avtomobilin yaradılması, benzinlə işləyən daxili yanma mühərrikin ixtirası, üç təkərli avtomobilin yaradılması, dörd təkərli avtomobilin meydana çıxması, müasir tipli Mercedes avtomobilinin hazırlanması. Yəni, biz arıcılığı bu şəkildə sıralaya bilərik. Əgər yazmaq da istəyirsinizsə, bu şəkildə yaza bilərsiniz. Mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Mətnin giriş və sonluq hissələrini bir daha oxuyun və mövzu ilə bağlı müəllifin mövqeyini müəyyənləşdirin. Əvvəlcə gəlin baxaq, mətni yazmaqda əsas məqsəd nə idi? Bu sualı cavablandıraq. Deməli, bu mətni yazmaqda müəllifin əsas məqsədi avtomobil ixtiraçısının Karl Benz olduğunu sübut etməkdir. Yəni, görürsünüz, mətni başlayanda necə başladıq? Karl Benzlə. Baxın, bugün avtomobilin kim tərəfindən ixtira olunduğu hamıya məlumdur. Kimdən soruşsanız deyər ki, bu Alman mexaniki Karl Benzdir. Doğrudanmı belədir? Gəlin tələsməyək. Avtomobilin yaranma tarixinə birlikdə nəzər salaq. Bu giriş hissəsi idi mətnin. Və bir də sonluq hissəsinə baxaq. Bir dəqiqə. Beləliklə, avtomobilin ixtirası bir neçə əsri əhatə edir və çox adamın adı ilə bağlıdır. Lakin məhz Karl Benzin adı avtomobil ixtiraçısı kimi yaddaşlarda qaldı. Deməli, gördüyünüz kimi mətnin giriş və sonluq hissəsi Karl Benzlə bağlıdır və bu da belə nəticəyə gəlməyə səbəb olur ki, bu mətni yazmaqda müəllifin əsas məqsədi avtomobil ixtiraçısının Karl Benz olduğunu sübut etməkdir. Sizcə nə üçün məhz Karl Benz tarixin yaddaşında avtomobil ixtiraçısı kimi qaldı? Siz bunu haqlı sayırsınızmı? Hər halda uşaqlar, fikirlər müxtəlif ola bilər. Mən belə düşünmək istəyirəm ki, Karl Benz daxili yanma mühərriki ilə işləyən avtomobilə patent almışdı. Yəni, patent almışdı ki, bunu ilk tapan mənəm. Patent onun bu ixtiranın müəllifi olduğunu təsdiqləməyə kömək etdi.
Deyək ki, siz yeni bir şey kəşf edirsiniz, amma gedib onun patentini, yəni sizə aid olduğunu rəsmiləşdirən bir sənəd almırsınız. Və başqası gəlir sizin yerinizə, sizin ideyanızı oğurlayır və gedir patent alır. Və artıq bu sizin adınıza yox, başqa birisinin adına olmuş olur və siz sabah çıxıb deyə bilməzsiniz ki, onu mən tapmışdım. Yəni, Karl Benz də daxili yanma mühərriki ilə işləyən avtomobilə patent alır. Patent onun bu ixtiranın müəllifi olduğunu təsdiqləməyə kömək edir. Beləliklə də Benz öz adını həmişəlik tarixə yazdı. Beləliklə də yəni avtomobilin ixtirası Karl Benzin adı ilə bağlı olur. Mətndə hansı hissələr izah edici xarakter daşıyır? İzah edici xarakter. Aha. Deməli, baxın, buxar mühərriki, daxili yanma mühərriki. Yəni, burada izah edir ki, buxarla, daxili yanma ilə maşınlar necə işləyir? Baxın, burada izah edir ki, necə işləyir. Bir də haradaydı? Bax, buxar mühərriki ilə. Yəni, su qaynayır, qaynayan zaman buxar mühərrikini ötürülür və mexanizm hərəkətə gətirilirdi. Buxar mühərrikindən əsasən su nasoslarında istifadə olunur və s. Yəni, burada izah olunur ki, bu proses necə davam edir? Burada deyir ki, çünki yanacaq vasitəsilə mühərrikin içərisində alışır və bu zaman əmələ gələn qaz güclü təzyiq yaradır. Bu təzyiq avtomobilin hərəkətə gəlməsinə səbəb olur. Və bunlar izah edir ki, yəni maşın buxar mühərriki ilə, daxili yanma mühərriki ilə necə hərəkətə gəlir. Mətndə bəzi məlumatlar haşiyədə verilib. Bunun səbəbini izah edin. Aha, haşiyədə verilmə nə deməkdir? Baxın. Baxın, burada haşiyədə verilib. Burada haşiyədə verilib. Niyə haşiyədə verilib? Haşiyədə bəzi vacib məlumatlar təqdim edilir. Bu informasiya mətndə verilənləri daha yaxşı qavramaq üçün verilir. Müəllif oxucunun diqqətini çəkmək üçün məlumatlara haşiyədə verilir. Məsələn, burada avtomobil haqqında danışır və burada avtomobili izah edir ki, avtomobil nə deməkdir? Və yaxud da şofer sözünü izah edir ki, şofer nə deməkdir? Və yaxud da elə burada patent sözünün özünü elə izah edir ki, patent nə deməkdir? Və bu zaman siz oxuyanda daha yaxşı anlamış olursunuz ki, bu sözün mənası nədir? Tapşırıq əldə deyir ki, mətndəki yarımbaşlıqları nəzərdən keçirin. Hər bir hissənin əhatə etdiyi tarixi dövrü müəyyənləşdirin. Həmin dövrdə avtomobilin ixtirası ilə bağlı əsas məlumat haqqında danışın. Deməli, bir çox informativ mətnlərdə məlumatlar xronoloji ardıcıllıqla verilir. Bu zaman mətnin strukturunu müəyyən edərkən hadisələrin inkişafındakı ən vacib mərhələlər əsas götürülür. Məsələn, avtomobil necə yarandı? Mətnin strukturu avtomobilin ixtirasında əsas dövrləri və vacib hadisələri əks etdirir. Baxın, yarımbaşlıqlar buxar mühərriki. Əhatə edir nəyi? 16-cı, 18-ci əsrləri. Buxar mühərriki və ilk avtomobil. Siz bu haqda danışacaqsınız. 16-cı, 18-ci əsrlərə aid nə idi? Buxar mühərriki və ilk avtomobil. Daxili yanma mühərriki 1860-cı il əhatə edir və qazla işləyən daxili yanma mühərriki haqqında danışacaqsınız. Karl Benzin avtomobili 1878-1885. Benzinlə işləyən üç təkərli avtomobil. Yəni, həmin dövrlərdə gündəmdə olan avtomobil növü benzinlə işləyən üç təkərli avtomobil idi. Avtomobil növü. Gottlieb Daimler 1886-cı il əhatə edir. Benzinlə işləyən 4 təkərli avtomobil. Müasir tipli avtomobil 1901-ci ildən və sonraki illər ilk müasir tipli avtomobil Mercedes-Benzin yaradılması. Yəni, siz bu yarımbaşlıqlara əsasən həmin dövrləri danışacaqsınız, əlbəttə ki, mətnə əsasən.